Salam dəyərli izləyicilər. Qəbələ şəhərində 6 sotda çox gözəl bir afremlə sizə tanış edəcəm. Gördüyünüz kimi tam hasarlı, hündür hasarlıdır. Dağ mənzərəsi çox gözəldir. Burada bizim deməli 12 metrlik hovuzumuz var. Bu tərəfindən keçək. 12 metre filtrli hovuzdur. 40'lık kombi təkcə bu hovuza işləyir. Yəni böyük kombidir, böyük olsun. İstiliyində heç bir problemi yoxdur. Evimiz alt sotda yerləşir. Hər bir şey hazır qaydadadır. Kamera sistemindən təchiz olunub. Gördüyünüz kimi 5 otaqlı. Deməli, hər otağın kondisioneri, hər bir şey qaydasında. Keçək içərindən tanış edeyim. Qəbələ şəhərində 200 kvadrat 5 otaqlı afremlə sizə tanış edirəm. Giriş hissəsi zalıdır, mətbəxli. Çox keyfiyyətlə tikilmiş bir afremdir. Yerlər təbii ki istipoldur, kollektor sistemi. Hər şey qaydasında. Birinci mərtəbədə belə bir sanitar qovşağıdır, duş kabini. Birinci yataq otağıdır. Kondisionerlə təchiz olunub. Dizaynı qəşəngdir, mebellər keyfiyyətlidir. Qiymət yalnız ciddi şəxslərə deyəcəm. Belə bir-birindən. Hər otağın özünün burada. Bax. Duşa kabini, kondisioneri, keyfiyyətli mebelləri, qapıları. 200 kvadrat afremdir. 5 yataq otağıdır. Çıxaq ikinci mərtəbəyə. İkinci mərtəbədəki yataq otağıdır. Bax, bunun da özünün qəşəng sanitar qovşağı. Baxın, aksesuarlar hamısı bahalı, keyfiyyətli. Kondisioneri. 5 yataq otağı, 6 sotda. 5 kondisioner, 6 kondisioner. Yəni istilikdə, qışda, havuzda burada heç bir problem olmur. Sonra bir dənə belə bir qapı açılır. Bura çamaşırxanadır. Bax. Yük otağıdır. Havuz. Üçüncü yataq otağıdır. Baxın. Dördüncü. Bunun da içərisində sanitar qovşağı, keyfiyyətli mebellər, aboylar, şkaflar, yataq dəstləri. Bir dənə mənzərəyə də baxaq. Sezon başlayır, gəlin alın verin kirayə. Günü 405 manat olan ev. 5 otaqlı. Bu da 5-ci yataq otağıdır. Hər şey qaydasında. Pərdələri olsun, şüşələr olsun. Qiymət yalnız ciddi şəxslərə deyiləcək. Fikri olanlar əlaqə saxlasın. Qəbələdə deməli çox az sayda olan böyük afremlərdən biridir. Dayandığımız yerin aşağısı da manqalxanadır. Deməli 40'lık kombi bir də deyirəm, təkcə bir dənə bu hovuz üçündür. Yəni evlərə qoyulan kombidir. Hovuzun isinməsində heç bir problem yoxdur. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.